Hey, geri dön, dayan, sakla. Boğulmak istəmirsən, cəld ol, rədd ol buradan. Çalışırım ama alınmır. Neytrala keçir. Sükanı sola çək. Biraz gaz ver və yavaşça çıx. Deyəsən işlər fırıqdır. Biz hamımız burada batacağıq, ha? Hamı bir nefer kimi. Ama indi yok. Biraz da atmalı olacaq, yoksa ben dözmeyecek. 16 yaşım tamam olan gün idi. Su çiçəyinə tutulub qaldım evdə. Bəs sənin ən bərbad ad günün hansıydı? Ələ salmısan nədir? Sanki bugünkü yubileyimdən daha bərbad bir şey ola bilər. Məni qanmaz hesab edirsən. Cavab verməyə bilərsən. Həyək yenə suyun qabağına açacaq. Küçələr yenə suya qərq olacaq. Maşınları yığışdırmaq lazımdır. Salam centilmenler. Owen, ad günün mübarək. Mike, siz əsl qəhrəmansınız. Mən bax belə bütün günü yağışın altında dayana bilməzdim. Hə, biz buna görə maaş alırıq. O maaşı ki, əclafın biri həmişə gecikdirirdi. Hə, sakinlər məni seçməməklə çox böyük səhv elədilər. Yazıqlar. Onlara görə çox təəssüf edirəm. Cənab keçmiş mer, hərçənd ki, belə havada vaxtı öldürmək üçün xoş söhbətin yeri var, amma yolu boşaltmasa sizi kameraya salacağım. Yaxşı, yaxşı, gedirəm. Başımızı uca eləyin uşaqlar. Xalq sizi unutmayacaq. İt oğlu it. Bəlkə bu it oğlunun evini yandıraq, sonra da qarətçilərin boynuna yıxarıq. Ya da evinə ölü inəcəmdə yataq. Qaydanda fünətdən evə girə bilməsin. Nəfəsi tutulsun. Hə? Nə deyirsən? Bilirsən, mer və qalanlarından qisas almağın ən yaxşı yolu nədir? Öz işimizi görmək. Şəhərimizi xilas eləmək. Biraz tez olmaz. Bundan tez ara. Buyurun. Hey, dayanın. Nə var? İmza lazımdır. Sən get imzala. Yollarda ehtiyatlı ol. Tullanırıq. Lənət şeytana neynədi? Bayırda leysan da. Biraz islanmağının eybi yoxdur. Hə, dispatcher danışan 31-cidir. 31-ci eşidirəm. Hantenbergdən çıxırıq. Bir saatdan sonra oradayıq. Aydındır, ləngiməyin. Yola düşürük. Əlaqənin sonu. Nə var? Qulağın. Qulağıma nə olub ki? İçində dəhşətli kolluq bitib. Cəhənnəm ol başımdan. Zarafatsız. Hərdən içini 40 təmizlə də. Yoxsa kar olacaqsın. Al. Kökələrini mənlə bölüşürsən? İndi sənə borcluyam. İstəyirsən lap hamısını tıx. Bircə ağzını yum. Belə gəlsə çox quduracam. Bezdimi? Sən ətrafındakı hər şeyə, hər kəsə yuxarıdan aşağı baxırsan. Heyran olmalı nə var keçərli? Sintetik materialdan hazırlanmış qəşəng üniformaya. Bəlkə sabit gəlir, hə? Ay sən it oğlu. Naşükür əclafsan. Bəsdi görək. Zarafat edirdim. Deməli belə oldu, hə? Deməli mən həyatımı boş yerə yaşamışam. Bunu kim dedi? Aydındır. Ev qurmaq, uşaq böyütmək. Deməli hamısı boş şeydir, hə? Hey, mən belə demədim. Bilirsən nə var Tom? Sənin nə deməyin vecmə də deyil. Tanrı belə deyir, şimaldan sular qalxır və axına çevrilir. Ondan insanların qışqırığı ərşə qalxacaq. Bax belə, Yermiya, fəsil 47, bənd 2. Bu pullar sənə bir ton Bibliya almağı da bəs eləyər. Mənsə birinci növbədə qardaşıma vəkil tutacam. Ən yaxşı vəkili. Nə qədər verə bilərlər? 30. Bir yəqin polis öldürüb, hə? Xidməti vəzifəsini yerinə yetirən mühafizəçini. Havaya vəkillərin isə hamısı zibildir. Onların hamısını... Jenny. Üfüqi xətlə 26. Jim, mənim krasvortlardan başım çıxmır. Utanma. Bəlkə mən kömək edeyim. Bəsdir, Mr. Maylor. O savadlıdır. Soldan 26-cı. Bir də pul barədə danışsan, səni öldürəcəm. Tapdın?
Ha Jimmy, düzdür. Tapdım. Lənətə gəlmiş çərənci. Mızmıza. Təlxəy. Yaxşı, gəl barışaq. Əl çək. Cəhənnəm ol. Küsəyən qoca köpək. Bağışla. Sən niyə özündən çıxdın ki? Oturub heç kimə dəyib dolaşmıram. Birdən-birə səndən tənə yedim. Heç özüm də bilmirəm. Yəqin havadandır. Bir cəbə tez çatsaydıq. Yeri gəlmişkən sənə minnətdaram. Yaxşı işdir, əlim ayağım təmizdir. Heç də yox, bərbad işdir. Başqasının puluna görə canlı təhlükəyə atmaq axmaqlıqdır. Bu yol hardadır axı? Haradasa, buralardadır. Tom, gələcəkdə kim olacağım vecmə də deyil. Yenə başlandı. Amma bir şey bilirəm. Nə ilə məşğul olsan da tər tökməli olacaqsan. Dayan. Yox, yox, sən qulağa. Çətinlik hər işdə var. Saxla, yoldan çıxırıq. İlahi! Sibil. Arxaya ver görək. Yavaş, asta. Lənətə gələsən! Deyəsən, yaxşı ilişmişik. Başqa şey gözləmirdim. Qoy maşının üstündən çıxım. Bəlkə yaxınlıqda kimsə keçdi. Dispatcher. 31-cidir. 31-ci dispatcheri çağırır. Antimberg ərazisində erişmişik. Burada bir lövhə də var. İndi oxuyaram. Bir dəqiqə, gözləyin. Yazılıb. Antimbergə xoş gəlmisiniz. Şəhəri təxliyə ediblər. İnanmıram ki, buradan kimsə keçə. Onlar da göndərməyə adam tapmırlar. Dəlidilər, nədirlər? Burada bir yığın pul var axı. Milli Qvardiya yoldadır. 2 saatdan sonra burada olacaqlar. 2 saat? Sibil. Danışan şerifdir. Henry, bilirəm ki, evdəsən. Henry. Henry. Sən getməmsən, mən gördüm. O çıxmayacaq. Henry, qapını ört. Ona qulaq as. Dərhal evə qayıt. Niyə ləngidiz? Kömək lazımdır? Yox, sadəcə Dorinlə mən... Tələ qoyuruq. Bu qanunsuzdur. Bizi həbs eləyəcəksən, şerif. Hərçənd ki, sən artıq şerif deyilsən. Çünki seçkilərdə hamı sənə qarşı səs verdi. Elə mən də sənə qarşı idim. Henry də. Dorin. Qulaq asın, tələ qoymayın. 73-cü ildə eyni cür düşünürdülər. Seldən sonra dükan boş idi. Hər şeyi daşıyıb aparmışdılar. Biz buna yol vermərik. Təsəvvür eləyirəm. Şəhərdən çıxmaq lazımdır. Biz bacımgilə gedəcəyik, tezliklə. Çox gözəl. Tələlərin hamısını qoyan kimi çıxıb gedəcəyik. Yaxşı ki, ailəmizdə sözünün kəsəri olan kimsə var. Hər şeyi mən eləməliyəm. Onu boğub öldürsən, Tanrı səni bağışlayar, Henry.